Hər birinizi salamlayıram. Ümid edirəm ki, çox yaxşısınız, enerjiləriniz qaydasındadır. Bugün istəyirəm belə bir mövzuda açılım eləyim. Ən yaxın zaman üçün sevinciniz nə olacaq? Yəni yaxın zamanda nəyə sevinəcəksiniz və önünüzdə iki dəstə var. Birinci tarot dəstəsidir, ikinci emotion tarot dəstəsidir. İki tarot dəstəsinin hansının enerjisi sizə daha yaxın gəlirsə, onu seçin. Və eyni zamanda qeyd edeyim ki, mən dünən Instagramda post bölümündə də, story bölümündə daha doğrusu dəstə seçi eləmişəm. Nəyi hal-hazır təcili bilməlisiniz mövzusunda keçid edib ona da baxa bilərsiniz. O ayrı bir mövzudur, ayrı bir açılımdır. Ona da baxa bilərsiniz. Bugünkü mövzumuz isə yaxın zamanda nəyə sevinəcəm. Və indi istəyirəm ki, dəstənizi seçəsiniz. Belə, mən bu göy kartdan başlayacağım. Yaxın zaman içərisində nəyə sevinəcəksiniz? Ən yaxın zamana niyyət edirəm. Bu bir il üçün bir həftə ola bilər, bir üçün bir ay ola bilər, bir üçün maksimum ay yarım ola bilər. Çünki mən ən yaxın zaman üçün qeyd eləyirəm bunu. Baxaq. Ən yaxın zaman üçün qeyd edirəm. Nəyə sevinəcəm ən yaxın zamanda? O uzun müddətdir ki, ola bilər ikili münasibətlərinizdə gah barışıb, gah küsdüyünüz bir durumun içərisindəsiniz. Yəni ki, sanki qadın və kişi olaraq yerlərinizdə bir dəyişiklik olur. Məsələn, siz daha çox dəyər verirsiniz, siz daha çox çalışırsınız. Münasibətlə bağlı qarşı tərəfin yerinə də siz məsuliyyətləri hiss edirsiniz və uzun müddətdə ola bilər ki, münasibətlə bağlı, xüsusən evliliklə bağlı ya evlənə bilmirsiniz, müəyyən bir belə deyə aksiliklər çıxır, ya münasibətinizdə bir-birinizdən doğru yolu tapa bilmirsiniz və yaxud da ki, bu insanla bağlı qəlbiniz və ağlınız arasında sıxışıb qalmısınız. Və uzun müddətdir ki, görürəm ki, bu münasibətlə bağlı acı çəkirsiniz. Yaxın bir zamanda nə olacaq? Üzərinizdəki bu qara bulutlar hamısı çəkiləcək. İlk ikili münasibətlərlə bağlı. Eyni zamanda ola bilər ki, bu əməkdaşlıqla da bağlı ola bilər. Məsələn, kimlərsə ortaq bir iş görmək istəyirsiniz, əməkdaşlıq eləmək istəyirsiniz. Bu necə baş verəcək? Özünüzü sevməyi öyrənəcəksiniz və özünüzü sevməyi öyrənməyə başlayanda görəcəksiniz ki, qarşı tərəfdə də sizə qarşı sevgi var. Bu arada, düzəldi deyəsən. Və ola bilər ki, əgər kimlərdəsə əməkdaşlıq mövzusu varsa, məsələn, bir iş qurmaq istəyirsinizsə, amma tutub bilmirsinizsə ki, necə bir olacaq sizin işiniz, ilk öncə deyim ki, çox bərəkətli olacaq bu iş görüşməsi. Nə üçün? Yəni, burada görürsünüz, üzüklər bir-birini iç-içə keçib. Yəni, bir başlanğıc başlayır, bir münasibət, bir şey, köklü bir münasibət haqqında olacaq və nə baş verəcək bir də. Kim ki sizi çox incidir, məsələn, belə deyək də, o münasibət sizə zərər vurmağa başlayıb artıq. Bu artıq problem deyil. Bu artıq necə bir şeydir. Bir var ki, normal bir münasibətdə baş verən problemlər. Bir də var ki, artıq tam olaraq buraxmalı olduğunuz münasibətlər. Buraxmalı olduğunuz münasibətləri buraxacaqsınız, əzizlərim, və əsl ilişkilər, yəni əsl olmalı gərəkən münasibətlər sevgiyə doğru gedəcək. Hansı ki, o adam sizə uyğun deyil. Yəni, sizin aranızda çəkim yoxdur, sizin aranızda fiziksel olaraq yaxın ola bilmirsiniz bu insandan, cinsel olaraq sizin tələbatlarınızı ödəmir, siz ona qarşı tələbat, yəni siz onun istəklərini mənəvi olaraq, fiziki olaraq ödəyə bilmirsiniz, bir-birinizdən artıq uzaqlaşacaqsınız. Daha sonra nəyə sevinəcəksiniz? Bir arzunuz çox, əvvəllərində bir arzunuz olub, amma önünü bağlılıq olub, ya nəsə olub da, yəni siz çox çalışmışsınız. Mamanızın səhhəti ilə bağlı ola bilər, ana olmaqla bağlı ola bilər, övlad sahibi olmaqla bağlı ola bilər, uşağınız haqqında ola bilər, uşağınız üçün bir şeylər istəmisiniz və yaxud da ki, bir qadınla bağlıdır bu məsələ. Məsələn, bir işiniz var, onu bir qadın həll eləməlidir. Yəni, bir şey dua eləmişsiniz ondan, amma ki, hətta ola bilər ki, nəzirdə demişsiniz, amma alınmamışdı. Bu mövzu ilə bağlı və dəfələrlə həmin mövzu ilə bağlı alınmamaq sizi çox kədərləndirmişdi. İndi deyir ki, siz biləcəksiniz ki, bu mövzunu necə həll etmək lazımdır. Və bu istədiyiniz hər nədirsə, çaba göstərdiyiniz hər nədirsə,
onun yolunu tapacaqsınız və istəyinizə çatacaqsınız. Yəni çoxdan istədiyiniz və əldə edə bilmədiyiniz bir istəyinizə çatacaqsınız. Başqa, yaxın zamanda nəyə sevinəcəksiniz? Başqa, yaxın zamanda nəyə sevinəcəksiniz? Baxaq. Uzun müddətli, ümumiyyətlə bu dəstəni seçənlər uzun müddətli ya kimisə, ya nəyəsə çox məruz qalmısınız onun tərəfindən incidilməyə və çox stresli dönəmlərdən keçmisiniz və sadəcə səbr edirsiniz ki, nə qədər davam eləyəcək. Üst-üstə ya bir insanın ayrılmaq istəyirsə ayrıla bilmirsiniz və yaxud da ki, sözün ən sil mənası onu o qədər çox sevirsiniz ki, bağımlılıq var sizin aranızda, ondan qopa bilmirsiniz. Ola bilər bəzilərinizin həyatında bəzi itkilər var, hal-hazırda bir mübahisə yaşamısınız bu anda və səbr eləyirsiniz. Əgər belə bir durumunuz varsa ki, yaxın bir zamanda savaşmısınız və yaxud da bir həyatınızda bir qopuş, həyatınızda bir narahatlıq sürəci olub, deyir səbirli davranmısınız, səbirli davranacaqsınız, səbirlə o həmin şeyi, necə deyirlər, normalda deyərsiniz ki, mən buna dözə bilən biri deyildim. Məsələn, mən bu davadan sonra gözləyən biri deyildim və yaxud da bu sözdən sonra bağışlayan biri deyildim. Amma səbir göstərməsi və bu səbrinizin nəticəsində də əzizlərim sağlam bir münasibətin başlanğıcı gəlir və bu dəfə artıq hər şeyin belə deyək də açarını, yolunu tapacaqsınız və barış, yenidən başlanğıc. Bu dəfəki sanki keçmişin ardını yaşamayacaqsınız. Daha çox mən deyərdim ki, sıfırdan başlayacaqsınız. Ya münasibətlə bağlı artıq deyəcəksiniz ki, bax, mənim şərtlərim bunlardır. Bu belə olacaqsansa danışaq və qarşı tərəf razılaşacaq. Yox, siz görəcəksiniz ki, yox, bu insan deyil, heç də tək qalmayacaqsınız. Tam ardıca da bütün bu hadisənin üzərinə sağlam münasibət qura biləcəyiniz, sağlam bir başlanğıc eləyə biləcəyiniz insanlarla və insanlarla tanış olacaqsınız. Daha sonra görək nəyi öyrənəcəksiniz bu yaxınlarda, daha nəyə sevinəcəksiniz. İlk öncə uzaqlaşmalarınız var. Ola bilər ki, ətrafınızdakı insanlardan da yorulmuşsunuz, onların yalançılığı, ikiyüzlülüyü, onların davamlı sizin enerjinizi almağı və s. Deyir, narahat olma. Yaxın zamanda ev dəyişikliyi, yer dəyişikliyi, məkan dəyişikliyi, maşınla uzaq yola çıxmaq, bunlar ola bilər və bir çoxlarınızda belə siz necə bir yerə gedəcəksiniz, elə bir nəsə ziyarətə gedəcəksiniz və o ziyarətdə çox böyük bir şəfalanma hiss eləyəcəksiniz və şəfalanacaqsınız və sanki fikirləriniz də qarışıq idi, nə istədiyinizi bilmirdiniz və yaxud da nə istədiyinizi bilirdiniz, amma həmin bu yola çatmağı bilmirdiniz. Deyir ki, arzuların həyata keçəcək və həmin orada deyir, o qədər bir şəfalanma yaşayacaqsan, ya bir meditasiya eləyəcəksən, ya bir dua eləyəcəksən. Yəni bu dəstədə bilirsiniz nə var? Ən çox bu yaxın bir zamanda dualarının reallaşması var, ziyarətləri etməsi var, münasibətlərini düzəltməsi var. Zəhərli olan münasibətlərin bitməsi var və problemli münasibətlərinin qaydasına düşməsi var. Əzizlərim, yaxın zamanda bunlara sevinəcəksiniz ən çox. Gəlirəm ikinci dəstəyə. Yaxın zamanda nəyə sevinəcəksiniz? Yaxın zamanda nəyə sevinəcəksiniz? Yaxın zamanda nəyə sevinəcəksiniz? Bu dəstəni seçənlər. Yaxın zamanda nəyə sevinəcəksiniz? Yaxın zamanda nəyə sevinəcəksiniz? Baxaq görək nəyə sevinəcəksiniz. Aha. Görək nəyə sevinirsiniz əzizlərim. Ola bilər ki, əslində burada sevincdən daha çox olan bir şey bilirsiniz nədir? Bəlkə də siz bir reallaşdırmaq istədiyiniz bir arzunuz var və nəsə əldə eləmək istəyirsiniz, amma çox sakitsiz, çox belə hərəkətsiz bir formadasınız. Yəni deyərdim ki, ola bilər ki, məsələn, bir iş qurmaq istəyirsiniz, amma pulunu yığa bilmirsiniz və yaxud da bir şey öyrənməlisiniz, amma həvəs tapa bilmirsiniz özünüzdəki durum, bunu mən öyrənim. Eyni zamanda sanki sizi aşağı çəkən bir durum var və həmin bu durum sizdə belə bir şey yaradır ki, məndə alınmayacaq və yaxud da ki, mənə qoymayacaqlar, mənə icazə verməyəcəklər, məni yolumu kəsəcəklər, mən bu işə başlasam məndə nəsə problemlər yaranacaq, belə bir şeylər var. Burada ilk öncə onu deyim ki,
Bir bəziləriniz tətiliniz var, tətilə çıxmaq ola bilər. Bəzilərinizdə yaxın bir zaman üçün, indi mən soruşacağam bununla bağlı siz nəyə sevinəcəksiniz? Bir pul mövzusu gündəminizdə olacaq xüsusilə. Və deyir ki, hal-hazırki zaman içərisində sənin narahat edən əsas bir insanla olan mübahisələri düzəltməkdir. Amma deyir, sən bunu niyə düzəldə bilmirsən? Çünki deyir, hər ikinizdə yüksək bir ego var və hər ikiniz eyni anda deyirsiniz ki, mən deyən düzdür və heç kəs öz davranışını dəyişmir. Yəni burada deyir, problem odur və bəzilərinizdə bir xanımla problemləriniz var hal-hazırki dönəmdə göstərir. Daha sonra bir təlimə başlaya bilərsiniz ən yaxın bir zamanda, bir işlə bağlı. Halbuki bu işin ilk öncəsində siz çox da belə maraqlı olmayıb da sizin üçün, çox da belə diqqətinizcə, amma bu işin sizə uğura apardığını görə bilərsiniz. Amma bu aralar biraz aqressiv dərəcəniz var. İndi görək, mən sual verirəm. Bu durumda bizim sevincimiz nə olacaq? Bu durumda bizim sevincimiz nə olacaq? Bu durumda bizim sevincimiz nə olacaq? Bu durumda bolluk bərəkət zamanıdır deyir. Aha, çox gözəl. Deyir ki, sənin üçün nə baş verəcək? Ailə bağları möhkəmlənəcək. Ola bilər ki, baxın, bir mübahisəli və münaqişə apardığınız bir xanım var idi. Onunla biraz sizin aranızda bəzi söz-söhbətlər olacaq, amma sonra sizin istədiyiniz kimi həll olacaq. Yəni ailəvizin və sevdiyiniz insanların xeyrinə. Sanki siz diktə eləyəcəksiniz. Siz deyəcəksiniz ki, bax, bilirsən nə var? Qaydaları mən qoyuram və mənim istədiyim şəkildə bundan sonra davam eləyəcək. Eyni zamanda övlad sahibi olmaq durumları da var burada. Bir də siz ola bilər bir iş qurmaq istəyirsiniz. Burada sizin dostlarınızın sizə dəstəyi və köməyi olacaq. Və münasibətlərinizdə çoxdandır. Sanki bilirsiniz necə bir şey var? Həm soyuq küləklər əsir, həm insan bir-birinizə qarşı güvənmirsə, sanki hər iki tərəf güdür ki, görüm o nə edəcək, görürsən o hansı addımı atacaq. Belə bir dönəmdən keçirsiniz, amma indi artıq üz-üzə siz bir-birinizlə açıq şəkildə danışacaqsınız. Yəni bunu gözləyirdinizsə uzun müddətdir ki, görüm o nə edəcək, o özündə nəyi dəyişəcək. Deyir, gözləməyəcəksiniz, artıq nəsə bir addım atacaqsınız, nəsə danışacaqsınız ki, gəl oturaq adam kimi ağıllı başlı söhbət eləyək ki, bizim problemimiz nədir? Başqa, bu dəstəni seçən nəyə sevinəcək? Başqa nəyə sevinəcək? Başqa nəyə sevinəcək? Maşın almağa sevinə bilər, maşınla uzaq yola çıxmağa sevinə bilər. Pulla bağlı əziyyət çəkmişəm, amma pul gəlmir deyirsinizsə, pul gələcək, buna sevinə bilərsiniz. Ondan sonra yeni bir maşın götürüb dediyim kimi, onun ilkin ödənişlərindən falan başlaya bilərsiniz. Çoxdandır rahatlığınız mövzusunda mübarizə aparırsınızsa əgər, xoşbəxt olun, rahat olun, biraz sakit, öz dünyamda da belə bir rahat buraxsın insanlar məni. Bunu qazanacaqsınız, bu istədiyiniz kimi olacaq. Ətrafınızda kişi faktorları çoxdur, olacaq. Elə bil ki, hamı sizin yanınıza axışacağını da hiss eləyəcəksiniz. Müxtəlif, ola bilər ata ilə bağlı münasibətlər, müdirlə bağlı münasibətlər, həyat yoldaşı ilə bağlı münasibətlər də düzəlməli olacaq və eyni zamanda deyir ki, gücünüz çox olacaq, özünüzü çox güclü hiss eləyəcəksiniz və kişi faktorlarının da dəstəklər alacaqsınız. Başqa nəyə sevinəcək? Ən yaxın zamanda nəyə sevinəcək? Ən yaxın zamanda nəyə sevinəcək? Maraqlıdır. İki arkan baş-başa gəldi. Çox maraqlıdır. Baxaq görək. Deməli, ilk növbədə nə deməkdir burada? Deyir ki, çoxdan da bir mövzuda çox narahat olursan. Yəni, bu şey səni çox narahat eləyirsən, özünə qapanırsan bu mövzu ilə bağlı, ümidsizsən bu mövzu ilə bağlı, yuxuların qaçır bu mövzu ilə bağlı, sən düşünürsən ki, mən bunu həll eləyə bilməyəcəm və bu mövzunun da sənə heç kəsin kömək eləyəcəyinə inanmadığına görə bu mövzu daha da sənin içsel olaraq özüvə qapıyıb da, belə deyərlər. Mənə kiminsə yuxusu gəldi desəm, kiminsə hissini hiss elədim, sanki yorğun olan var, yuxusuz olan var. Və birdən-birə deyir, sənin üçün şans dönəcək, amma sən bu şansın bilirsən nədir? Taleyin sən elə bir şəkildə, belə deyək də, çevriləcək ki, sənin taleyin, sənə bir özgüvən gələcək, sənə bir yüksəliş gələcək və bu yüksəliş sənə sonlanma ilə gələcək. Yəni ki, sən sanki, məsələn, bir insan səni incidirdi və də bir iş səni incidirdi və ayrılmaq istəyirdin də, bitirmək istəyirdin. Kainat sənə elə bir şans yaradacaq ki, ayrıl. Deyəcək, bax belə, bax, sənin üçün asanlaşdırdım, ayrıl, bitir yəni.
Və deyəcək bax sənə və həmin ərəfədə də sənə özgüvən də verəcək kainat və sənə risk alma bacarığında, potensialını da verəcək. Deyəcək ki, okey, indi ayrıl, indi düzəlt. Amma deyir, burada nə etməlisən? Keçmişə baxmamalısan. Yəni sən təzədən keçmişinə baxdın, heç nəyi düzəltmədin, heç bir belə deyək də, necə deyim, məsələn, sevdiyiniz insan var, bir daha deyirəm, sizi çox incidib, ağladıb, üzüb, nə bilim nə, belə, yəni siz Allaha dua eləmisiniz ki, ay Allah, mənə kömək elə. Allah da sənə deyir ki, okey, bu adamı buraxmalısan da, bu adam sənin adamın deyil. Düzdürmü? Elə bir şey yarandı ki, sən bu adamın yolların ayrıldı. Bu kainat sənin üçün bunu verdi. Sənin üçün çətin idi. Bəlkə boşanmaq sənin üçün çətin idi. Bəlkə ayrılmağı bacarmırdın. Sonra deyir, bu insan yenə qayıdacaq sənə. Sən deyir, bu dəfə də gedib əgər keçmişə baxıb onunla barışsın, artıq bu kainatın yox, sənin öz günahındır. Yəni özünü deyir, aldatma. Artıq deyir, sən deyir, təzə birini istəyirsən, mən sizə təzəsini də göndərərəm. Amma sən əgər yenidən eyni şeyləri özünə yaşatmaq istəyirsənsə, artıq kainatın sənin üçün edə biləcəyi heç nə yoxdur. Və ən əsası da bu dəstədə də çox dəhşətli bir şəfa enerjisi var. Çox böyük bir şəfa. Yəni xəstəliyiniz varsa şəfalanacaqsınız, amma Allah yolu ilə. Baxın, hər iki dəstəmizdə çox qəribə bir şəkildə Tanrı ilə bağlı sağalma var. Dualar eləyirsiniz, ola bilsin çoğu. Ola bilər meditasiyalar eləyirsiniz, ola bilər nəzirlər demisiniz, ola bilər nəsə əhd eləmisiniz, nə bilim qurban demisiniz ki. Burada bir arzunuzun həyata keçməsi var. Bir belə deyək də Tanrıya gedən bir yolunuz, Tanrı ilə bağlı istədiyiniz bir şeyin həyata keçməsi var. İşlə bağlı yüksəliş var. Ola bilər iş qurmaq istəyirdiniz, qura bilmirdiniz uzun müddətli. Bunu 3-6 gün, 3-6 həftə ərzində quracaqsınız. Pulla bağlı yolculuqlarınız var, pulla bağlı harasa gedişiniz var, getdiyiniz yerdə şəfalanmağınız var, böyük pulların sizə gəlişi var, böyük pulların sizə gəlişi üçün buraxmalı olduqlarınızı buraxmağı öyrənməyiniz var. Sanki bir bağımlılıqlarınızdan qurtulmağınız var ki, sizə niyə pul gəlmirdi, sizə niyə normal şəkildə gəlir gəlmir. Bax, bunları öyrənməyiniz və öhdəsindən gəlməyiniz var. Sanki kainat sizə göstərəcək ki, bax, sən bu qorxularına görə sənin pul gəlmirdi. Əgər sən istəyirsənsə sənin pul gəlsin, bu qorxularını kənarda bırax. Yəni, bir növ kainat sizə bitirməyə kömək edəcək yolları göstərəcək. Gerisi təbii ki, sizin seçiminizdən asılıdır. Və növbəti videomuz olacaq itmiş əşyalarla bağlı. Çünki bu aralar mənə çox gəlir belə bir mesajlar, nəyisə itirmişəm. Belə bir mövzuda çəkəcəm. İlk dəfədir, qısa bir video olacaq. Kiminsə nəyisə itibsə baxa bilər.